Hər vaxtınız xeyir olsun. Salamlayıram hər birinizi. Mübarək Ramazan ayının günlərini yaşayırıq. Allah bu günlərdə bizi lütfündən məhrum etməsin. Allah bu günlərdə bizdən mərhəmətini kəsməsin. Mübarək Ramazan ayında şükürdən danışırdıq. Keçən görüşümüzdə şükür və həmdin arasında olan fərqi izah etməyə çalışdıq və şükrün müəyyən qədər mahiyyətindən danışdıq. Qeyd etdik ki, nemətlərin qarşılığında minnətdarlıq hissidir şükür. Şükür haqqında bir gözəl mövzu da var. İnsan şükür etməyi ilə özündən razı olmasın. Düşünməsin ki, mən Allahın nemətlərinin şükrün etdim. Çünki nemətlər təkcə insanla əlaqəli olmur həmişə. Bəzən insanın dostu ilə, bəzən insanın ailəsi ilə, valideynləri ilə, xalqı ilə və müsəlman cəmiyyəti ilə şükür eləyən insanın baxış bucağı daha geniş olmalıdır, daha böyük görməlidir hər şeyi. Hər şeyi olduğu kimi görməyi bacarmalıdır. Böyük İslam filosoflarından biri buyurur ki, şükür varlıq aləmini anlamaqdır. Varlığın nizamını başa düşməkdir. Başa düşdükdən sonra artıq onun halı şükür halı olacaq. Şükür eləyənin narazılığı ümumiyyətlə olmamalıdır. Baxırıq biz tarixi və bəşəri şəxsiyyətlərə, eyni zamanda ilahi şəxsiyyətlərə görürük ki, onlar həyatlarının bütün səhnələrində Allaha təşəkkür ediblər. Həyatlarının bütün səhnələrində Allahdan razıdırlar. Çünki onlar Allahın qurduğu nizamı anlayıblar. Peyğəmbərimiz salavatullah buyurur ki, dua eləyir, ilahi mənə hər şeyi olduğu kimi göstər. İnsan hər şeyi olduğu kimi görərsə, hər şeyi olduğu kimi anlayarsa, onda hər şeyin qədrini biləcək və Allaha təşəkkür hissi onda baş qaldıracaq. İnsan bəzən şükür halında ona görə olmalıdır ki, və daha doğrusu bəzən insanın şükür halı onun anladıqlarından doğur. Təkcə hər hansı bir nemətin ona çatması ilə bağlı deyil. Bəzən belə olur ki, insan dostlarının arasında, ailəsində, valideynlərinə nisbətdə Allahın qurduğu bir nizamı anlayır. Varlıq aləminin bir nizamının, daha doğrusu nizamlayıcısının olduğunu anlayır. Başa düşür və heyran olur. Və bu heyranlıq insanda bir sevinc yaradır. Bəli, nemətlərin qarşılığında da insan şükür etsə, nemətlərin qarşılığında da insan təşəkkür etsə, qeyd etdi ki, bəli, bu şükür haldır, nemətləri olduğu kimi istifadə eləmək, görmək. Amma şükrü yaradan bir amil də var, bu daha uca mərtəbədir. Bəzi insanlar var ki, onlar üçün maraqlı deyil. Hər hansı bir nemət onlara çatsın ya çatmasın. Bəzi insanların daha doğrusu hədəfləri hər hansı bir nemətin özlərinə çatdıqdan sonra şükür etmələri deyil. Digərlərinin əlində nemət gördükdə o qədər ləzzət alırlar. İnsanları xoşbəxt, firavan, gözəl bir yaşayışın içində görəndə o qədər ləzzət alırlar və ondan şükür edirlər. Və o gözəllik onlarda şükür halı yaradır. Digər insanların bağışlanmasını görürlər. Mübarək Ramazan ayıdır. Bilmirdim ki, misal olaraq bir dostum da oruç tutur. Neçə aylardır onunla məsafəmiz var, görüşümüz baş tutmur, bir-birimizdən nisbət etibarilə xəbərsizik və gördüm ki, mübarək Ramazan ayında, belə desək, onun da imsak vaxtı evində bir çıraq yanır. O da imsaka oyanıb, o da Allah üçün oruç tutmağa durub. Onun bu halı məndə bir şükür halı yaratdı. Onun bu uğuru, onun bu mənəvi təkamülü məndə bir şükür halı yaradır. Görürəm bir insan günahla məşğul idi, sonra onu məsciddə görürəm.
ürəkdən Allahla danışmağını seyr edirəm, Allaha yaxınlaşdığını görürəm. Mübarək Ramazan ayının Qədir gecələrində gözündən axdığı yaşı görüb, səmimi tövbəsini seyr edirəm, bundan ləzzət alıram. Və bu ləzzətin adı şükürdür. Sevinirəm. Bu Allahın böyük bir neymətidir. İlahi, cəmiyyətdə, çünki mənim şükrüm əgər Allah üçün idisə, Allahın insanlara lütf etdiyi bütün neymətlər məni heyran etməlidir və məni sevindirməlidir. Və bu sevincin adı şükür haldır. Peyğəmbər zamanında bir cavan gəlib Peyğəmbəri həmişə dinləyirdi. Həmişə Peyğəmbərə qulaq asır, Peyğəmbərin sözləri onun xoşuna gəlir. Amma din etibarilə müsəlman deyildi. Dini baxışı müsəlman baxışı deyildi. Yəhudi dinində olan bir cavan idi, Peyğəmbərin sözlərini bəyənirdi. Peyğəmbərin məntiqə və məhəbbətə uyğun olan sözləri onu valih eləmişdi özünə. Bundan sevinirdi. Bir neçə gün o gözə görsənmədi. Peyğəmbər onu maraqlandı, soruşdu. Dedilər ki, ya Rasulallah, bir vaxtsız əcəl, yəni qəfil bir əcəl hakim olub canına, həmin cavan can üstündədir. Peyğəmbər sahabələrə müraciət elədi, dedi, gedəyin, ona baş çəkək, onun halına maraqlanaq, o həmişə gəlirdi bizim yanımıza. Görün, nə gözəl Peyğəmbərdir. Onun üçün hətta dini maraqlı deyil, onun halı maraqlıdır. Peyğəmbər anlayırdı ki, mənim dediklərimi başa düşür və onda bir heyrət yaradır, onda heyran edici bir hal yaradır. Gəldilər, görürlər, bəli, can üstündədir. Peyğəmbər təlqin elədi. Hadisə nisbətən uzundur. Peyğəmbər təlqin elədi ki, kəlmə-i şəhadəti desin, Peyğəmbərin peyğəmbərliyini təsdiqləsin və haqq olan dində dünyadan köçsün. Bir dəfə, iki dəfə Peyğəmbər təlqin elədi, bu deyə bilmədi. Atası da onun yanındaydı, xəcalət çəkirdi atasından. Atası ilə Peyğəmbər arasında qalmışdı. Nəticədə bir güc topladı özündə. Dedi, əşhədü ən la ilahə illallah, əşhədü ənnəkə rəsuləllah. Və şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, sən Allahın Peyğəmbərisən. Bunu deyəndən sonra baxdı Peyğəmbərin mübarək üzünə. Bunu deyəndən sonra baxdı Peyğəmbərin mübarək üzünə, gözlərini yumdu və əbədi həyata qovuşdu, əbədi yaşayışa qovuşdu. Peyğəmbər özü onun qüslünü verdi, kəfənə tutdu, namazın qıldı, dəfn eləyəndən sonra gördülər Peyğəmbər bir kənara çəkilib, elə sevinclə qəm gözyaşları Peyğəmbərin üzündə axmaqdadır. Gəldilər, dedilər, ya Rasulallah, niyə ağlayırsan belə? Bu cavanda nə var idi axı səni ağladır? Peyğəmbər buyurdu ki, onun bağışlanıb müsəlman olaraq, onun qəlbi təmiz idi, cavan idi, müsəlman olaraq dünyadan köçməsi məni şad elədi, sevindim və o cavanın dünyadan köçüb aradan getməsi məni qəmgin elədi. Görün, nə gözəl haldır. Peyğəmbər digərinin halına yanır. Başqa birinin bağışlanmasına, tövbə etməsinə Peyğəmbər sevinir, şaddır və bu şadlıqdan Peyğəmbər ağlayır, sevinir. Sevinc gözyaşları Peyğəmbərin üzünə, gözlərinə hakim olub. Bəzən insanların hallarında olan neymətlərə biz şükür eləməliyik. Ki, şükür Allaha ki, bir problem yaşayırdı, çətinlik yaşayırdı, o çətinlikdən xilas oldu. Əgər bir insan həmişə öz halına şükür eləsə, burada şükür adıyla özünü aldadıb, egoist olaraq yaşaya bilər. Yalnız və yalnız mənə neymət çatanda şükür eləməyi bacarıram. Bu da düzgün şükür deyil, bu da düzgün hal deyil. Mənə çatmamışdan öncə digərlərinə çatsın belə, bu neyməti anlasa, bu neyməti başa düşüb şükür eləsə, bu şükrün yuxarı mərtəbəsidir. İnsanlar üçün yanıb insanların sevinclərinə şərik olmaq şükrü. Nə gözəl haldır. Mübarək Ramazan ayının dualarına diqqət eləsəz, müştərək duası var. Belə bir duası var, çox gözəl duadır. O necə bir duadır? Bu fikirdə olan insan, bu niyyətdə olan insan çox xoşbəxt adamdır. Şükrün ali mərtəbəsindədir. Buyurur ki, ilahi, bütün dünyadan köçənlərin ruhlarını şad et.
İlahi, bütün əsirləri azad elə. İlahi, bütün acıları doydur. İlahi, bütün çətinlikdə olanları, sıxıntıda olanları sıxıntıdan xilas elə. Bunun halına diqqət eləyin. İnsanların əsirlikdən azad olması onu şad eləyir, sevinir. İnsanların aclıqdan xilas olması onu şad eləyir. Görürsünüz, şükrün ən gözəl mərtəbəsidir. Ən gözəl mərtəbəsi. İnsanların halı ilə sevinmək. Əgər birdən biz fəqət özümüzlə Allah arasında bizə çatan nemətlər əsasında şükr edəcəyiksə, buna egoistlik qarışacaq. Egoistliyin qarışıb-qarışmamasını bilmək üçün görək bizim əlimizə nemət çatanda daha çox sevinirik, yoxsa bizdən qeyrilərinin, digərlərinin əlinə hər hansı bir nemətin çatması ilə daha çox sevinirik. Şükrün ali mərtəbəsi ilə aşağı mərtəbəsini aid etmək üçün çox gözəl üslubdur. Digərləri xoşbəxt olsun, digərləri şad olsun, digərləri xilas olsunlar. Bir insan yalnız öz xilası üçün çalışır və bütün, hətta öz axirəti üçün çalışır. Yalnız öz axirəti üçün. Bu da qəbul olunmur. Burada nemətləri yerində işlətsə də, Həzrət Əli əleyhissalamın gözəl bir hədisini deyim, qeyd edeyim, sizin üçün çox maraqlıdır. Həzrət Əlidən dünyanı soruşdular. Belə bir vəsflə vəsf elədi. Dedilər, ya Əli, dünyanı vəsf elə. Dedi, haramuhu əzabun, halaluhu hesabun. Haramının əzabı var, bildik. Bizim mövzumuza aid olan budur. Halalının da hesabı var. Yəni, əlvə bir halal çatırsa, o halalı necə bölüşdürürsən? Təkcə özvə məxsus edirsən, yoxsa digərlərini şərik edirsən bura? Deməli, sən digərlərini də düşünürsənsə, sən Allahı tapmısan. Bəli, sənin şükrün elə həmin Allah üçündür. Bu şükrü həmin Allah, o Allah qəbul edir. Şükrün ali mərtəbəsidir, uca mərtəbəsidir. İnsanların sevinci ilə sevinəsən, insanların şadlığına şad olasan. Və bir də aid eləyə görə biz egoist şükür eləyənləri, yoxsa həqiqətən də şükür halında olanlarıq. Necə bilək bunu? Görə insanların başına bir hadisə gələndə bizim halımız yaxşıdır. Bizim əlimizdə nemətlər var. Bizim maddi və mənəvi dəyərlərimiz yerindədir. Bizə heç bir zərrə qədər ziyanı yoxdur. Amma digərlərinə ziyanı var. Əgər digərlərinin ziyanı mənim şadlığımı pozmursa, onların halına qəmgin etmirsə, deməli, mənim şükür halım düzgün hal deyil. Alimlərdən, ariflərdən biri, böyük ariflərdən biridir. O buyurur ki, mənim Bağdadda, bazarda bir dükanım var idi. Onun yanında müəyyən dükanlar da var idi. Bir neçə dükan var idi orada, mağaza var idi. Gecənin bir aləmə xəbər çıxdı ki, oradakı mağazalar yanırlar. Od tutub, yanır. Mən də oyandım, getdim, gəldim, çatdım ora. Gördüm ki, onların mağazalar yanıb. Və bir neçə mağaza yanmayıb, mənim mağazamda yanmayan mağazaların içindədir. Orada bir əlhəmdülillah dedim, sonra ayıldım ki, sən yəni buna şükür elədin ki, şükür Allaha ki, onların mağazası yanıb, sənin mağazan yanmayıb. Həmin arif deyirdi ki, 30 ildir həmin əlhəmdülillahın, şükrün tövbəsini edirəm, hələ də bilmirəm, Allah məndən qəbul elədi onu ya yox. Yəni, özümə görə, özümə heç nə olmayıb deyə, özümə məxsus olan mülkə heç nə olmayıb deyə sevindim. Bu şükür deyil. Bu artıq egoistlik qarışmış bir şükürdür. Dini məntiqlə hesablayanda, hədislə hesablayanda bu şükür hesab olunmur. Bu egoistlikdən doğan bir şükürdür. Bu namaz qılmasaydı başqa cür sevinci təzahür edəcəkdi. Əl çalacaqdı. Bu digərlərinin müsibətinə əl çalmaqdır. Bu dindar olduğu üçün bunda şükür olağı təzahür eləyib. Dindar olduğu üçün. Dindar olmasaydı bu əl çalacaqdı. O səbəbdən də diqqət eləməliyik. Şükrümüzün mahiyyətini yoxlamaq istəyiriksə, görək digərlərinin şadlığı da bizi şad edir ya yox. Digərlərinin qəmi də bizi qəmgin edir ya yox. Mübarək Ramazan ayının əsas fəlsəfəsi bundan ibarətdir ki, digərlərinin şadlığı ilə şadlanmağı, digərlərinin qəm-qüssəsi ilə qəmlənməyi öyrənin. Yəni, bu ayda sizdən çörəyi suyu almışam ki, acıların qəm-qüssəsinə şərik olmağı bacarasınız.
Və bu ayda ona görə sizi, həm də ona görə sizi məhrum etmişəm yeməkdən və içməkdən. Siz insansız, insan hamını düşünməlidir. Və bu növ insanlar gələcək cəmiyyətin içində Allah tərəfindən böyüklük veriləcək onlara, onlar bir cəmiyyətin böyüyü olacaqlar və cəmiyyəti xoşbəxt eləyəcəklər. Deməli, şükür mövzusu həm də ona görədir ki, mən mübarək Ramazan ayının vasitəsilə anlayacağım insanların dərdini, başa düşəcəm insanların dərdini və sevinclərinə şərik olacağım. Sonra bütün gücümü, potensialımı qoyacağım insanların ixtiyarında, insanların xidmətində onlara cəmiyyət olaraq düzgün yol göstərməyi öyrənəcəm və cəmiyyətə yol göstərəcəm. Bu mübarək Ramazan ayından bunları əldə eləyə bilsək, bunları özümüzdə formalaşdıra bilsək, əminəm ki, Allah bizdən razı qalacaq. Allah kimdən razı qalır? O insanlardan razı qalır ki, digər insanlar onun əlindən və dilindən, yaşayışından ziyan görməsinlər, xeyir görsünlər. Allahdan istəyirəm, Allah bu ayda dediklərimizi həyata keçirməkdə əlimizdən tutsun və bizi öz xüsusi övliyalarının, dostlarının sırasında qərar versin. Dualarınızda məni yaddan çıxarmayın, dualarınıza xüsusi ehtiyacım var. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.